Salam əziz xanımlar və bəylər. Buradan üzümü tutunan Bərdə xalqının qiriyyətli xanımlarına, şəhid analarına, qiriyyətli oğullarına Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah veteranlarımızı qorusun. Dünyamızı sülh, əmin-amanlıq olsun. Heç bir ananın gözü yaşlı olmasın. Heç bir ananın gözündən yaş axmasın. Mən Sara Safuranın videosunu bir 3-4 dəfə baxdım ki, bu nə demək istəyib? Sara Safura da gənc yaşlarında yoldaşı rəhmətə gedib. Allah onda rəhmət eləsin. Sadəcə olaraq o qədər əzilib büzülənlər var ki, hər bir yerdə var o əzilib büzülənlər. İndi Sara normal bir kişi görüb, deyir yaraşıqlıydı, saçı daranmışdı, əlində siqareti var idi. Normal da yəni əsl kişi görüb. O da ona görə deyir ki, üzr istəyirəm Bərdə xalqının qiriyyətli xanımlarından, qiriyyətli kişilərindən. Aşıq olmuş o kişiyə. Niyə onu topa tüfəngə tutmuşuq? Bir onun diqqətlə qulaq asın bir videosuna. Mən də birinci başa düşmədim. Sonra 3-4 dəfə qulaq astım. Başa düşdüm ki, bu qadın aşıq olub o kişiyə. İndi o fəhləni tapmaq lazımdır. Görək o kişi kimdir? Sara xanım ona aşıq olub. Saram, Allah səni xoşbəxt eləsin.